Cəlilabad rayon Həzəbad kənd sakini 1984-cü il təvəllüdlü Qəmbər Yusubov döyülmə nəticəsində aldığı bədən xəsarətlərindən dünyasını dəyişib. Hadisə qonşu Masallı rayonun Alvadı kəndində keçirilən toy məclisindən sonra baş verib. Məlumata görə mərhum həmkəndliləri olan iki qardaşla mübahisə zamanı döyülüb. Mübahisə tərəflərinin həmin an içkili olduğu da qeyd edilir. Toyda olanda çıxıb çölə, onlar da çöldə, onu bilmirəm ki, nə üstə sporlaşıblar. Qardaşımın biri kəlləsi ilə vurub, yıxılıb yerə. Yıxılıb yerə, yapışıblar başından, qum var imiş. Götürüblər ağzaşıq elə çırpıblar başına. O birisi də götürüb, daşı götürüb arxadan başına çırpanda əlindən alıblar. Heç kəs saraçılıq eləməyib. Eləncə götürüb əlindən alıblar, o da yaman gündə. Götürüb aparıblar Masallıya, böyük xəstəxanaya. Sabahsız günü axşam zəng elədi yoldaşı ki, beləcək qardaşı döyüblər, oğlan da götür gəl. Mən də maşın tapa bilmədim, hamı toydaydı. Qaldı sabahsız günü xəstəxanaya getdim. Gördüm yaman gündədir, göz yat şişib, üz-göz, gömgö, görmür. Dedim çıxma, qal burada, həkim nəzarət altında. Həkim nəzarət altında dedim, qal, qoy malca getsin. Qeyd edək ki, mayın 28-də Masallı rayonu ərazisində yaranan mübahisə zamanı döyülən şəxs əraziyə yaxın olan Masallı rayon xəstəxanasına aparılıb. Xəsarət alan şəxs sonradan müalicədən imtina edərək evə qayıdıb. Bir neçə gün sonra vəziyyəti pisləşərək iyunun 5-də Cəlilabad rayon mərkəzi xəstəxanasına aparılıb. O elə xəstəxanada dünyasını dəyişib. Hadisə ilə bağlı Cəlilabad rayon polis şöbəsinin keçirdiyi əməliyyatla şübhəli şəxs qismində rayonun Həzəbad kənd sakini 22 yaşlı Babək Şahmarov saxlanılaraq istintaqa təhvil verilib. Qeyd edək ki, dünyasını dəyişmiş Qəmbər Yusubov muzlu işlərdə çalışırdı. Ailəli olan mərhumun 11-12 yaşlarında 2 övladı vardı. Baş vermiş hadisə ilə bağlı istintaq davam edir. Marif Arifoğlu, Mir Tofiq Mirəlioğlu, Samirə İsmailova, Cəlilabad.